qadınlar, qızlar Bəli, məktəbi də olubdur. Bəli, bəli. Onun özünün də, çünki bir qadın təhsilli olarsa, deyildiyi kimi bir ailə təhsilli olar. Yəni qadınların da oxumasına bir yol var idi, açılmışdı və burada Azərbaycanlılar oxuyurdular. Bilirsiniz, burada qadın təhsili orada çox maraqlıdır və bəlkə də bizim hörmətli tamaşaçılar buna qeyri-adi yanaşacaqlar. 1901-ci ildə Bakıda Hacı İlhamdin Tağıyev qadın məktəbi açır və Hacı İlhamdin Tağıyevi və onu dəstəkləyəni təhdid edirlər. Öldürməklə təhdid edirlər. Hacı İlhamdin Tağıyev daha o məktəbi açmaq üçün Axund Əbu Turabdan xahiş edir. Axund Əbu Turab moizə edir ki, müsəlman qadınların oxumasında günah yoxdur, falan yox. Yenə də öhdəsindən gələ bilmirlər. Hesab edin ki, buradan gedirlər Şərqin dini mərkəzinə, oradan bir kağız gətirəndən sonra bu məktəbi açmaq məcburiyyətinə qalır ki, fanatik mollalar ona imkan vermirdi. Hətta Hacı İlhamdin Tağıyev onu kəskin deyirlər ki, yox. Bu da Hacı İlhamdin Tağıyevin o cümə deməli namazını deyir ki, misal çəkir ki, axı sənin gəlinin xəstələnmişdi. Erməni ambarşumen gəldi ona baxdı. Yaxşı olmazmı ki, bizim öz qızlarımız oxusun, injiner olsun, doktor olsun, falan olsun. Hacı İlhamdin Tağıyev deyir ki, bir kişinin təhsil alması ilə bir kişi deməkdir. Bir qadının təhsil alması bir ailə və bir nəsil demək, cəmiyyət deməkdir.